Salam dəyərli izləyicilər, dəyərli futbol sevərlər. Tahir Gözəl pul kisəsinin ağzını açdı. Qarabağ komandası möhtəşəm bir hücumçu transfer edir. Həm də iki sol cinah Vingerdə Qarabağın sıralarına qoşulacaq. Bundan əlavə Qarabağda çox ciddi iki itki baş verib və Qarabağdan göndəriləcək 3 futbolçunun adı da dəqiqləşib. Bu və ya digər olduqca maraqlı xəbərlər var. Biz də bu xəbərləri sizlərin nəzərinizə çatdıracağıq. Sona qədər videonu izləməyi tövsiyə edirəm. Kanala abunə deyilsinizsə, abunə olub bildirişi açıq tutun və sona qədər videonu izləyərək fikirlərinizi şərhlər bölümündə yazın. Kanala abunə olmaqla, dəyərli dostlar, mütləq abunə olun ki, növbəti videolarımızı izləyə biləsiniz. Mən isə məlumatları sizin nəzərinizə çatdırım. Dəyərli izləyicilər, bir qədər öncə qeyd etdiyim kimi Qarabağ komandası möhtəşəm transfer həyata keçirir. Bu futbolçu kimdir? Bu futbolçu haqqında sizlərə məlumat verəcəm. Dəyərli izləyicilər, Qarabağ komandası bu hündür boylu futbolçunu transfer etməyə yaxındır. Eksklüziv xəbəri sizin nəzərinizə çatdırım. Futbolçunu hal-hazırda ekranda görürsünüz. Söhbət Mustafadan gedir. Söhbətin Mustafasına qaldıqda isə Mustafa Sanqerev hal-hazırda Levski Sofia komandasının şərəfini qoruyur. Onun Levski Sofia ilə müqaviləsi 30 iyun tarixində 2027-ci ildə başa çatır. Qarabağ komandası bu futbolçunun transferi üçün qarşı tərəfə 1,2 milyon avro ödəməyə hazır olduğunu bildirib. Qeyd edim ki, hal-hazırda bu futbolçunun transfer dəyəri 1,5 milyon avrodur. Futbolçunun 27 yaşı var, Mali əsilli. Fransanın Paris şəhərində doğulmuş bir futbolçudur. 1,96 m boyu var. Mərkəz hücumçusudur. Sol və sağ cinahlarda da çıxış edə bilir. Qeyd edim ki, onun sağ ayağı işləkdir. Mali və Fransa vətəndaşıdır. Karyerasının zirvəsindədir deyə bilərik. Sizcə bu futbolçu Qarabağa nə qədər fayda verə bilər? Fikirlərinizi şərhlər bölümündə yazın. Yaxın günlərdə bu futbolçu ilə Qarabağ arasında müqavilə imzalanacağı gözlənilir. Bu eksklüziv xəbəri sizin nəzərinizə çatdırdıq. Bundan əlavə qeyd etdiyimiz kimi Qarabağ komandası daha iki transferi reallaşdırmağa yaxındır. Bunlardan biri dünən sizə xəbər vermişdik dəyərli dostlar. Jali Muadibdir. Hansı ki artıq bugün onunla ilkin müqavilənin bağlandığı bildirilir. Qeyd edim ki, bu futbolçu da Afrika əsilli futbolçudur və Fransanın Lens şəhərində doğulub. Mərakeş əsilli futbolçunun 1,81 m boyu var, 25 yaşı var, sol cinah Vingerdir. Alternativ hücumçu kimi və sağ cinah Vinger kimi də çıxış edə bilir. Məncə Qurban Qurbanov bu futbolçunu inkişaf etdirib, mərkəz hücumçusu kimi də oynada bilər. Qeyd edim ki, futbolçunun hər iki ayağının işlək olması Qurban Qurbanovun xüsusi diqqətini çəkib. Fransanın 19 yaşlardan ibarət milli komandasına dəvət almış bir futbolçudur dəyərli dostlar. Onu da sizin nəzərinizə çatdırım. 3 dəfə 19 yaşlardan ibarət milli komandanın heyətində çıxış edib, bir qol vurmağı da bacarıb. Hal-hazırda Omonia klubunun şərəfini qoruyur. Kipr komandası Omonia Aradipu'nun futbolçusudur və 31 mayda bu il müqaviləsi başa çatır. Qarabağ komandası bu futbolçu ilə ilkin anlaşmaya imza atıb və onun yayda Qarabağın sıralarına qoşulacağı gözlənilir. Əgər hər hansı bir qeyri-adi hadisə baş vermirsə, bu futbolçunu Qarabağda görəcəyik. Ümid edək ki, tezliklə bu transferlər reallaşacaq. Bundan əlavə Qarabağ komandasının transfer etmək istədiyi daha bir futbolçu, hal-hazırda ekranda gördüyünüz bax bu futbolçudur. Leo ləqəbli bu futbolçu, tam adı Leonardo José dos Santos Teixeira'dır. Portuqaliya doğumlu və Portuqaliya vətəndaşı olan bu futbolçu 1,77 m boya malikdir. Sol cinah Vingerdir, sağ cinah Vinger kimi də çıxış edə bilir. Və sağ ayağı işləkdir. Hal-hazırda onun transfer dəyəri 700.000 avrodur
maksimum transfer dəyəri isə 750.000 avro olub. Hal-hazırda Portuqaliya 2-ci liqasında Fluminense komandasında çıxış edir və iyun ayının 30-una qədər bu mövsüm müqaviləsi var və deməli bir neçə aydan sonra müqaviləsi başa çatır və azad agent statusu ilə Qarabağın sıralarına qoşulacağı gözlənilir dəyərli dostlar. Bu ekskluziv xəbəri də sizin nəzərinizə çatdırdıq. 3 yəni transferin reallaşması gündəmdədir hal-hazırda. Qarabağ komandası isə transferləri daha çox edəcək. Çünki Qurban Qurbanov da bildirdi ki, komandada çox saylı ayrılıqlar gözlənilir. Həmçinin komandanı genişləndirmək istəyirlər. Ona görə də həm ayrılıqların yerini doldurmaq, həm də komandanı genişləndirmək üçün çox saylı transferlər reallaşdırılacaq. Və komandadan ayrılacağı bildirilən bir neçə futbolçunun artıq ayrılacağı belə dəqiqləşib. Qurban Qurbanov komandada bir sıra futbolçuları artıq görmək istəmir. Bunlardan biri də Ramil Şeydayevdir. Bildiyiniz kimi Ramil Şeydayevlə bir illik müqavilə bağlanmışdı və müqavilə yayda başa çatacaq. Qurban Qurbanov isə Ramil Şeydayevlə müqaviləni uzatmaq niyyətində deyil. Çünki Ramil Şeydayevə növbəti dəfə şans verilsə də o belə deyək, özünü doğrultmayıb, hətta məşqlərə də könülsüz yanaşdığı bildirilir. Ona görə də Qurban Qurbanov yayda Ramil Şeydayevlə müqavilə bitdikdən sonra yeni müqaviləyə imza atılmamasını klub rəhbərliyinə çatdırıb. Həmçinin sizin nəzərinizə çatdırmaq istəyirəm ki, Sami Emami xəbər vermişdik, əvəzedici heyətə göndərilmişdi və artıq aldığımız məlumata görə Qarabağ komandası bu futbolçunu Dinamo Zaqrebə göndərmək niyyətindədir. Düzdür, yaya qədər müqaviləsi, deməli, icarə müqaviləsi var Qarabağın Dinamo Zaqreblə, amma vaxtından əvvəl müqaviləyə xitam verib bu futbolçunu göndərmək istəyir Qarabağ komandası. Hal-hazırda əvəzedici komandasında çıxış edir Qarabağ komandasının. Və Addayi barəsində də məlumatı sizin nəzərinizə çatdırmışdıq. Everton, Crystal Palace, Eintracht Frankfurt, Napoli kimi komandalar bu futbolçu ilə maraqlanır. Təbii ki, onun fiziki göstəriciləri, fiziki möhkəmliyi, dözümlülüyü və sürəti bu komandaların diqqətini cəlb edir. Xüsusilə Everton komandasının Addayini transfer etmək üçün hərəkətə keçdiyi bildirilir. Addayi isə Qarabağla müqaviləsini uzatmaq istəmir. Yayda azad agent statusu ilə Avropa klublarından birini keçməyi planlaşdırır. Amma məncə Qarabağ komandası nə edib, nə etməyib bu futbolçunun saqqızını uğurlamalıdır və bu futbolçu ilə müqavilə bağlamalıdır. Hal-hazırda 1,5 milyon avro dəyəri olan futbolçunu yaxşı təzminat qarşılığında Avropaya satmaq olar. Təbii ki, Qarabağ komandası görə bu futbolçunu razı sala biləcəkmi? Qarabağın 15 yaşlı futbolçusu, 18 yaşlardan ibarət milli komandamızın üzvü olan Əli Bəşirov da Fransa komandası Strasburgun hədəfindədir və yaxın günlərdə məhz Əli Strasburgun düşərgəsində olacaq. 2 həftəlik baxışda olacaq orada. Əgər komanda Strasburg onu bəyənəcəksə, deməli, onun üçün Qarabağa təklif göndəriləcək və Qarabağ komandası bu keçiddən yaxşı təzminat əldə edə bilər. Əli üçün də mən düşünürəm ki, Strasburgda yaxşı gələcək ola bilər. Dəyərli dostlar, Azərbaycan çempionatı davam edir və çempionluq uğrunda gərgin mübarizə gedir. Düzdür, Qarabağ komandası sabahdan xeyli geridədir, amma çatmaq üçün şansları kifayət qədər var. Qarşıdakı oyun 8 mart tarixində başlayacaq. Qarabağ Araz Naxçıvan maçına da Qarabağ komandası bir sıra itkilərlə çıxacaq. Kadi Borges bildiyiniz kimi qırmızı vərəqə almışdı. 2 oyunluq diskvalifikasiya olunmuşdu. Ona görə də növbəti oyunu buraxacaq. Onunla yanaşı Matheus Silva da sarı vərəqə limitini doldurduğuna görə növbəti oyunu buraxmalı olacaq. Son oyunda sabahla 3-lük bərabərlik başa çatan oyunda sarı vərəqə almışdı Matheus Silva. Ona görə də qarşıdakı oyunu buraxacaq. Bunu Qarabağ üçün çox ciddi itki adlandırmaq olar həm Matheus Silva'nın, həm də Kadi Borges'in olmamasını. Qarabağ komandası isə sabahki maçda 8 mart tarixində başlayacaq maç üçün xanımlara jest edib. 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə deməli xanımları təbrik edən Qarabağ komandası həm də bəyanat yayıb ki, Araz Naxçıvanla oyuna xanımlar
tam ödənişsiz daxil olub stadiondan izləyə biləcəklər. Bu məlumatı da sizin nəzərinizə çatdırdıq. Düşünürəm ki, sizlər üçün də maraqlı məlumat oldu. Dəyərli dostlar, bir də təəssüf edici bir xəbəri sizin nəzərinizə çatdırmaq istəyirəm. Amerikada mərc saytları görün nəyə deməli stavka açıblar, nəyə deməli proqnoz verir indi Amerikalılar. Amerika mı qalib gələcək, İran mı qalib gələcək, Amerika İranı vuracaqmı, vurmayacaqmı, İranın dini lideri Əli Xamneyi öldürüləcəkmi, öldürülməyəcəkmi, bu kimi variantlara deməli stavka qoyublar və gəlir əldə ediblər. Amerikada bu, bilmirəm, bu müharibə necə qəbul olunur? Hər halda hər gün 10 minlərlə insan həyatını itirir müharibələrdə. Amma belə bir həssas durumu mərc saytları insanlara mərc olaraq təqdim edirlər, stavka qoymasını şərait yaradırlar. Bu nə qədər, bilmirəm, insanlığa çıxan bir şeydir. Siz də bu arada fikirlərinizi yazarsınız. Mən isə indi sizinlə sağollaşıram. Növbəti daha maraqlı videoda görüşmək ümidi ilə hələlik.